Gülüş. Buraya gel. Sakla. Burada saklamamış. Ay. Dostlar, hər birinizi salamlayıram. Baxırsınız, dəyərləndirirsiniz. Çox sağ olun, minnətdarlığımı bildirdim. Bugünə inşallah mən hazırlamaq istədiyim, deməli, bu dana büzdümüdür, dana quyruğu deyirlər. Dana quyruğundan çox sadə, dadlı bir yemək hazırlayacağım, vişnəli yemək hazırlayacağım. Bu da bankədə hazırlanacaq. Deməli, bankədə necə hazırlayacaq? Bu quyruq yuyuldu, doğranacaq, duzu üstü yotu vurulacaq, yumru üstü yotdur, yumru qara üstü yotdur. Bundan vurulacaq, vişnə əlavə olunacaq, bir də yağ soğan. Yağ soğan zövqə görə qarğıdalı da əlavə eləmək olar. Bu deməli yayda belənçinə. Məsələn, üzü qışa vişnə olmayandan sonra zoğalla da eləmək olar. Yəni o ilə də çox dadlı olur. Yəni əsasən tuş meyvələrlə olanda əla olur. Deməli, yağ əlavə eləməyəcəyik. Qızartmaqda da məqsəd nədir? Çünki onu biz bankədə ki pişirəcəyik, o paravoy olmasın da, yəni ət ağ qalmasın. Həm qızardacaq, həm rəngi qəşəng olacaq, həm də dadında fərq verəcək. Onun üçün bunu indi quru-quru qızardırıq, yağsız. Bundan o köynələr bilir, adısa pet üstü dadı gələcək, belə ləzzətli bir dad gəlir. Qapaq da qoymuruq ona ki, qalacaq, yoxsa parlanacaq, su salacaq. Yaxşısı belə qızarmaqıdır.
Biraz belə əzirik ki, layları açılsın bir-birindən. Qara üstü yoxdur. Böyle duz üstü yoxdur. Burada veririk soğanda ki, onsuz da soğan eyni dərəcədə qatlayacaq. Dostlar, mən qarğıdalı vururam. Yəni indi bu fəsilə görə vururam. Bu ilə də çox dadlı olur. Məsələn, tutaq indi qışda bu yeməkdən hazırlamaq istiyoruz. Şabalıq eləyir. Şabalıqla da çox əla olur. Bunu yağ-soğan tam hazır olandan sonra yağ-soğanın üstünə dökəcəyik. Gülür, bir şey yiyəcəm. Deməli, təqribi 10 dana qara yumru istiyor, atırıq üstünə. Hərçinin üstünə hələ bir stəkanı 5 bankiyədə bitkə su əlavə eləyirik ki, lap quru qalmasın. Bir deməli kərə yağı.
Lan ağzını bək-bək sıxırıq. Orada çox yazırlar ki, qapağı açıq, bağlı, tuşonka videolarında məndə çox yazıblar. Tam bağlı şəkildə pişir. Pişəndən sonra da yəni xaladenin sərin gözündə, soyuducunun sərin gözündə. Lap məsələn bir ayda, ay yarımda saxlamaq olar. Bunu da deməli üstünə su çıxana qədər doldururuq, qoyacaq qazın üstündə. Orada da 4 saat, 5 saat bu arada. Ver bizimle. Dərindən də olsun, suundan da, ha? Dərindən yuxarıda su. Gümüşsən, necə çəkir? İçəriyə verdi. Ata süper oldu be. Yok. Bence iyisin. İyi bence. Yerbiz mənim usta. Həqiqətən dadı möhtəşəmdir. Vəbşə bu büzdüm ki vardı, dana quyruğu. Çox gözəldir. Bundan bir 4-5 tür əsasən yemək çıxır. Hamı biri-birindən, yəni əladır. Bunlar biraz şirəli ət olduğuna görə dadlı olur. Siz də eləyin, baxın, öz fikirlərinizi yazın. Yeni nəsə bir yeməklər, maraqlı yeməklər yazın. İndi bacardıqlarımdan pişirəcəyəm inşallah. Onu da xatırladım ki, aşpaz dökürəm. Sadəcə olaraq həvəskaram. Nə gəlir mənim üçün pişirirəm də inşallah. Siz də şirniyyat sevənlər də istəsəniz, Xanım Mətbəxtə kanalına da abunə ola bilərsiniz. Gözəl-gözəl təamlardan siz də baxıb hazırlayın inşallah, nuşuzanlıqla yiyin. Yerbiz mən, görüşərik. Gedir.